Ben Azerbaycan Respublikasının bu ağır devrinde bu yükü özlerime götürmüşüm. Ve götürmüşüm ona göre yok ki bu vazife bana lazımdı bazıları için. Bazıları ona can atırlar, yok. Götürmüşüm ona göre ki öz bacı kardeşlerime, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edin. Dəfələrlə demişəm, hayatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən biri də 1993-cü ilin 15 iyun günüdür. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bugün Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir. Regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli Qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ali Sovetin sədri kimi Azərbaycan Respublikasının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblər, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır və bu sahədə mən bütün səylər edəcəyim və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan qalan hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil devlət kimi inkişaf etməsinə təsvir edəcəm. 1993-2003-cü illərdə Azərbaycanın yeni tarixini yazan Heydər Əliyev müstəqil Azərbaycanı inkişaf yoluna çıxartdı. İqtisadiyyatı tənəzzüldən qurtardı. Bakı-Tbilisi-Ceyhan neft kəmərini xəyaldan reallığa çevirdi. Bu nailiyyətlər ilk növbədə ölkənin simasında təcəssüm edirdi. Ulu öndər Heydər Əliyev düşmən tapdağında olan Qarabağda unutmurdu. Şuşada Dahi Üzeyrin, Bülbülün, Natəvanın heykəllərinin ermənilər tərəfindən gülləbəran edilməsindən danışarkən gələcək nəsillərin həmin abidələri Şuşada yenidən ucaldacağına inanırdı. Xalqımız da bilməlidir. Bizim üçün əziz olan Qarabağ torpağı, Şuşa qalası işgaldan azad olacaq. Bülbül diyarı, müstəqil Azərbaycanın çiçəklənən bir cuşəsi olacaq və gələcək nəsillər məhz Qarabağda
Şuşada Bülbül'ün heykelini koyacak. Üzeyir Hacıbəyovun heykelini yeniden koyacak. Ve Şuşa, Qarabağ, Azerbaycan'ın güzel güşəsi kimi müstakil Azerbaycan'da yaşayacaktır. Ümumilli lider Heydər Əliyev parlaq zəkası ilə ölkəmizin gələcəyə aparan yollarını müəyyən etdi. Yeni Azərbaycanı yaratdı. Bugünkü müstəqil, müasir, qüdrətli, güclü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Lakin tarix onu da sübut edir ki, bəzən böyük şəxsiyyətlərin ideyaları layiqli varisin yoxluğu üzündən yarımçıq qalır. Xalqımızın bu sarıdan da bəxti gətirib. Heydər Əliyevin quruculuq missiyası Prezident İlham Əliyevin qətiyyəti ilə əbədi yaşarlıq qazandı. Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yolla gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm bundan sonra bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir.